Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev fondunun təşəbbüsü ilə əsaslı təmir edilən İnci Körpələr evi uşaq bağçasına gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abtalıbov məlumat verdi ki, İnci Körpələr evi uşaq bağçası 1987-ci ildən fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Körpələr evi uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin zaman məktəbəqədər təhsil müəssisəsi 7 qrupla fəaliyyət göstərirdi. İnci Körpələr evi uşaq bağçasında yaradılan şəraitlə tanış olan birinci vitse-prezident Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya bildirildi ki, 2016-cı ilin iyul ayından burada başlayan əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə Rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi İngilis qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel inventar və avadanlıqla təchiz olunub. Binada video müşahidə, yanğın xəbər verici sistemləri quraşdırılıb. Gələcəyimiz olan uşaqların təlim tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət tərəfindən atılan addımlara Heydər Əliyev fondu da böyük töhfələr verir. Bu baxımdan fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini xüsusi qeyd etmək olar.